Son vaxtlar gündəmdə olan Epstein dosyalarından bağlı ola biləcəyi daha bir hadisə. Meksika yanacaq doldurma stansiyası. Qadın zabit yük maşınında uşaq cəsədləri aşkar edir. Qara salafan torbalarda yüzlərlə uşağın əl, ayaq və baş hissələri. Qadın zabit həmin hadisədən sonra ölü tapılır. Yahudi hahamı Abraham Finkelsteinin sözləri qulaqlarda cingildəyir. Biz uşaqların qanını içirik, onların cəsədlərini fast foodlara veririk. Təsadüfi deyildir ki, təkcə Amerika Birləşmiş Ştatlarında bir ildə 300 minə yaxın uşaq oğurlanır. Təbii ki, uşaq oğurluğu təkcə Amerika Birləşmiş Ştatlarında yox, bütün dünyada yaşanan bir haldır. Bu kimi neqativ halların qarşısını almaqda ən böyük yük valideynlərin boynuna düşür. Öz uşaqlarınızı daim kontrolda saxlayın. Onlara tanımadıqları insanlarla ünsiyyət qurmamağı, onlardan nəsə alıb yeməməyi və hətta tanımadığı insanlara kömək etməməyi belə tapşırın. Çünki kömək adı ilə sonradan nələrin olacağını heç kim bilmir. Polis və rəsmi qurumların xəbərdarlıqlarına diqqət yetirin.